Salam aleykum dostlar, necəsiz? Bu günləri sizlərlə Rise of Kingdoms videosu çəkirik. Bəli, yəni başlanğıcı budur. İndi yəni part 4 və 5 gələcək. Narahat olmayın heç nədən. Bu axıra qədər gedəcəyik. 100 milyonlar, 1 milyar, 2 milyar, yəni gücə, hər gücə qədər gedəcəyik. Axıra qədər hesabımızı bitirsələr də yenidən şeylərimizdən doğub yenidən hər şeyimiz gəlişdirəcəyik, narahat olmayın və bu günləri isə gəlişimə davam edirik, kaynaqlarımızı da alaq, yəni oyundan çıxanda siz də unutmayın, oyundan çıxanda kaynaq göndərməyi, yəni qıta göndərməyi. Aha, bunları belə elədik. İndi isə bələdiyyə binası, hə bu qalıb. Aha, indi bunu da eləyək. Bunu da düzəldək. Aha, indi nə qaldı? İndi buradan 11 səviyyə elədik. Bir gün 10 saat istəyir. Amma indi buradan hər şey eləyəcək. Aha. Hələ ki biraz cəvhər yığaq. Biraz cəvhər yığmalıyıq. Amma yəni bunu da eləmək üçün təbii ki bunu eləyə bilərik, bu görəvi eləyə bilərik. Amma o birisi görəvlər də var da, elə ki tək bu deyil də. Eləyək ki, ayda çatmadı, kaynaq çatmadı. Nəysə, barbar da kəsərik, yəni onsuz da yəni ki video çox uzun olacaq. İstədiyiniz yerə qədər baxın, amma bu əziyyətə qarşılıq verin. Like atıp abone olmayı unutmayın. Yani olabilir ki yani bunu deyəndə biraz pis olur ama olabilir ki 1-2 gündən sonra görsəz ki mən video atmıram, yani bir də atmayacağım çünki kanalı bağlamaq istəyirəm əslində. Yəni bu son video ola bilər. Son videoda ona göre heç olmasa abone olup like atmağı unutmayın. Belki gelip dönerim, like olsa, çoxlu abone olsa. Belki məqsədimiz heç olmasa 10 abunəyə çatmaqdır ki, canlı açabilir. Ne yazıb? Aha. İndi görə elə sırada kim var? Ward of Souls birliği dün cesurca savaşarak toplam 1.576.070 düşmanı katletti. Uydu. Lideri Serhat. Azerbaycanlıymış. Serhat 21 şöyle söylerdi. Düşmanlarımıza ölüm. Evet. Birliğimiz için. Koyak verelim. Orta koyduk buraya. Ne diyordum? Aha. İndi ne dedik? İndi isə əsgərlərimiz görə hələ burada. İndi bir dənə görə hələ indi nə qədər şey edə bilirik. Bələdiyyə binasını tezləşdirə bilirik. Görə nə qədər. Aha. 600'e 8 saatlıq eləyə bilirik. Eləyə. Aha, bunları da basa. Aha. Əla. İndi komutanlara baxırıq. 20 səviyyə Herman, 20 səviyyə 1. Osman, 20 səviyyə Cao, 20 səviyyə. İndi eləyək bunu 20 səviyyə. Eləyək də. Ada yox yəni. O qədər yox. Bunu elə ki birinci becərilərin hamısını yüksəldək. Karakterlərə baxaq görək kimin becərisi var. Onu yüksəldək. Bunda yükseltme var. Yoxdur. Yine yoxdur və yoxdur. Aha. İndi 1. Osman yükseltmək istəyirəm. Əslində istəyirəm. Amma Cao yüksəldəcəm 30 səviyyə eləmək. Aha, inşallah onlar da yüksələr. Yıldızı ayda yüksəlmədi. Amma nəysə, heç nə olmaz. Problem yoxdur.
İndi bir dəqiqə əlimizdə çox da ulduz olmasa da belə ulduzlar. Baxın. Yıldız yükseltmə olmasa da şey yerik. Kazanır. Evet kazanır. Aha şöyle herhalde bunun hareketlerini görelim. Aha. Yani. Benim. Aha neyse. İndi neyini? Şöyle hızlandırmamız varsa biraz işlediği askerimiz çok olsun. Ayda biraz kaynak sıkıntımız var. Onu da şimdi keçirəcəyik. 3 qıta çıxa biləcək. Bələdiyyəmizdə 11-dən 12 olacaq. İndi yox, yəni olacaq əsasında 19 qayıq. 19 bölü 3 neçə eləyir? 6. Hər qıta 6 çıxa bilir. 6 çıxa. Altı K bu. Aha 6K bu. İndi bir yerde 6K çıxaq. Bundan çıxa bilir yəni. Neyse 6K'da bundan çıxır. İndi nə edirik? Hansı səviyyə barbarları kəsə bilərik? 6 səviyyə. Uzaq baş 6 səviyyə. Yox, birin 6'ya göndərək. Birini göndərək 5'ə. Birini də göndərək 4'ə. Allah, bomba kimi. Cao 4'dür. Bununki 6. İndi bir dənə 6 lazımdır bizə. Bir yerde 5 lazımdır. Aha, belə bu şey biz işimizi lap qəşəng görəcəyik. Lap çox gəlişəcəyik. 194 qayıq. Yəni çox əla bir rəqəmdir. İndi 200K'ya erişə bilsək, məncə yüksəldəcəyik. Bələdiyyə nasıl yüksəldə bilərik? 200K'ya erişə bilsək. Onu da yəqin ki barbar kesəcək. Eləyərik. Hə. Əla. İndi bir də 5'lik. 5'lik çox uzaqdadır. Onda qoy bir daha bu da kəssin. 6'lığı kəssin. Hamısını bir yerə toplayıb hamısını birdən saldıraq ki. Biri hara getdi, o da oraya getsin. İndi bunları çağırırıq. Aha, buradan da yəni hızlandırmalar gələcək. Baxın, görürsünüz nə qədər kaynak və hızlandırma gəlir. Bunun üçün əziyyətli və biraz elə bir ki səbirli olmalısınız və bunun barbar şəkli niyə belə pis olub? Bu nədir? Bu nədir barbardır? Yox. Onun şəkli pis şəkli bilmirəm. Mən qərara gəldim ki 6500 belə çıxaq. 6500'e yaxın. Aha, bir yerde 6'lık çıxaq. Elə 6500. Aha. İndi bir yerde 6000. Yəni əslində indi bir dəqiqə bizə 6500. Aha, əla. İndi 6'ya gedək. 6'nın üstünə gedək. Onlar özləri kəsər, onu kəsirlər. Bizdə qaynaqlar görək nə qədər gəlir. Aha, indi mənim bir dənə məqsədim oldu. Bir dənə məqsəd qoyaq. Qaynaq deposu depolayaq. Çünki keçən videolarda, keçən
serverlərdə biraz elə bir şey gördüyünüz kimi baxmısınızsa, yəni bilərsiniz. Keçən ayın, ay deyəndə ki, hədə keçən ayın videolarına baxın. Orada Rise of Kingdoms videolarında mən elə bir şey bildiyim çox pis duruma düşmüşdüm. Mən yəni çoxlu qaynaq toplamışdım və onlara yardım mən edirdim. Ona görə birlik dağılmamışdı. Amma yəni ondan sonra qarşı takıma çox, yəni qarşı birliyə, düşmən birliyə çox onlar birinci birlikdən baxın sıralamalarda birliklərin yerləri olur. Baxın sıralamalar birlik. Aha. Baxın məsələn indi biz 3-cü yerlə savaşırıq məsələn. Elə olmuşdu. 3-cü yerlə savaşırıq. Biz də 4-cü yer idik birlik krallıqda. Amma onlar elə ki 3-cü yer yəni çox da gücsüz deyildi. Elə belə idi, elə ki biz 46 milyon gücdəydik. Onlar isə 50 milyon gücdə. Görmən 50-dir. Elə bunlarda da 50-dir. Eyni şeydir. Aha, biz indi orada savaşırdıq. Biz 4-cü sıradaydıq. Onlar 3-cü sırada. Elə bizimki elə 45 milyon gücümüz var idi hamımızın. Yəni birlik gücü toplam. Onlarda isə 55 milyon. Çox da zorlanmırdıq. Yəni qaynağımız depolamışdıq. Daha doğrusu mən 10 milyar, yəni hər 10 milyar qaynaqlar depolamışdım. Hər qaynaqdan. Ona görə yəni mən hər dəfə mənə saldıranda qaynaq işlədirdim. Əskərlərimi saldırdım. 600k əskərim var idi. Onun üçün də mən qaynaq depolamışdım. 10 milyar, 10B hamısını 10B eləmişdim. Bütün qaynaqları yəni təbii ki işlətmirdim, kullanmırdım. Mənə saldıranda və mən birlik dostlarıma saldıranda mən oradan liderə, ondan sonra elə ki birliyin tək qaynağı mən idim də, elə ki hamıya qaynaq mən göndərirdim, hamıya qaynaq mən göndərirdim, hamının əskərə saldırmaq üçün qaynaq mən göndərirdim. Birlik bələdiyyə binası üçün onlara qarşı gəlmək üçün əskər lazım idi. Əskər üçün də qaynaq lazım idi. Qaynaq üçün də mən lazım idi. Və mən ışınlanmışdım. Elə ki bir keçid var. Məsələn, indi göstərəcəm sizə. Bir daha bunları göndərək. Elə ki mən elə belə krallıqlardan birindəydim. Və burada bir keçid kimi yer olmuşdu. Aha, baxın, məsələn, indi mənim birliyim. Yox, gözlə. Aha, baxın, tam da belə idi. Mənim birliyim, məsələn, indi yox da, yəni mənim o krallıqdakı birliyim bu bölgədəydi. Baxın, bu bölgədəydi. Son bayrağı bura qoymuşduq. Məsələn də, yəni o birisi krallıqdaydı. Biz son bayrağı ora qoymuşduq. Onlar isə son bayrağı bura qoymuşdu. Yan tərəfdə də bir dənə ayrı bir birlik var idi. O pasif birlik idi. Çox pasif birlik idi. Yəni savaşdan uzaq idi. Çox güclü adamları var idi. Onlar heç kimə, nə bizə, nə də bunlara, bu tərəfdəkilərə yardım eləmirdi. Yəni ikimiz iki birlik savaşırdıq. Ortada da bir də belə bir birlik var idi. Bu birlik deyil, amma başqa bir birlikdə. Belə bir keçid yaranmışdı. Bu birlik o birisi birliyə də bizim birliyə demişdi ki, yəni sözünü demişdi ki, mənim birlik bölgəmdən heç kim keçənməz. Keçəni sıfırlayırıq. Nə deyək ki, əskərlərini öldürürük, sıfırlayırıq şəhərin. Yəni məsələn xəritədən silirik həm birliyi. Ona görə də heç bir addım belə ata bilmirdilər bura. Yəni biz də buradan gedəmirdik. Ona görə yəni burada bir keçid oluşmuşdu. Yəni burada bir keçid kimi bir yer olmuşdu. Buradan keçid edib bizə buradan saldırırdılar. Biz də buradan keçid edib bunlara saldırırdıq. Yəni balaca bir yer idi. Bu tərəfdən də dolaşmaq çox uzun sürürdü. Ona görə də biz əsgərləri məsələn bura toplayırıq. Ona görə onlar bayraq atırdılar bura. Gəlirdilər buradan saldırmağa. Mənim şəhrim isə tam buradaydı. Tam ortada baxın. Tam keçidin tam ortasındaydı. Çünki mən onlar üçün klan kaynağı idim. Nə elə ki onlara
saldırsalar bir dəqiqədə bizim birliyi bitirərdilər. Ona görə mən burada dayanmışdım ki 600 min əsgərin hamısını 1, 2, 3 yerə bölmüşdüm. 200, 200, 200 tutmuşdum. Onda mənim texnolojilərim çox yaxşı idi. Ona görə komutanlarım da maksimum səviyyədə idi. 4 komutan səviyyə yüksəltmişdim. Biri Cao Cao idi, biri Sun Tzu idi, biri Ethelflaed idi, biri də elə bir şey, nə deyim, mühəndislik komutanı idi. İntegrasyon daha doğrusu. Baxın buydu. Bunun adı yadımdan çıxır. Neyse elə bir şey. Aha, oradan elə bir şey keçən birdilər. Mən də burada dayanmışdım. Aha, keçə bilmirdilər. Mən haçan keçmək istəyirdilər. Mən sıfırlamağa çalışırdılar. Mən qaynaq bastırdım əsgərlərimi. Şeylərdim elə bir şey. Əsgərlərimi iyiləşdirirdim. Mən buradan təzələnən 4 qıta çıxırdı. 4 qıta deyəndə ki 200, 200, 200 3 qıta çıxıb onlara qarşı gəlirdim. Ona görə də yəni savaşı biz qazandıq. Onları mən də hamıya qaynaq göndərirdim. Yəni keçidi mən qoruyurdum. Onlar heç bir yer keçəmirdilər. Bizim birlikdə yəni elə ki bura qonşulanmışdı. Yəni baxın elə ki burada da bir dənə birlik var idi. Burada da bir dənə birlik var idi. Və burada da bir dənə birlik var idi. Bu birlik də gəlmişdi. Baxın bu birlik. Məsələn bu birlik yox idi. Əvvəllər də buradan bir dənə belə birlik gəlmişdi. Aha, belə elədik biz. Elə ki taktikanı elə qurduq ki 3 tane de oyuncu çağırdık. O birisi birlikten, ikinci birlikten, ikinci yer olan birlikten. 3 taraftan, buradan ve buradan. 3 taraftan bizi kuşatmışlar diye 3 yere dağıttı. Ondan sonra ben buradan Ərəbçi hamıya kaynak gönderdim. Test buralardan kaynaklar topluyordum. Yani bu krallıkta yok, başka bir krallıkta. Kaynakları topluyordum. Bakın belə farmlara kəsirdim. Bir kıta farm kəsirdim. 2 kıtada burada indirdim. Ama necə oldu bizim birlik dağıldı. Bakın bu ortadaki birlik. Bu birlik bakın. Yani burada olan başka bir birlik var idi. Başka krallık değil ama əvvəlki krallığını o birlik ihanət elədi. Elə ki bunlarla birləşdi. Elə ki bunlardan da bir nəfər elə ki keçiddə idi. Baxın buradan. Onlarda bir nəfər məsələn elə bunun yerindəydi. Mən də elə ki bunun yerindəydim. Elə ki mən orada bu burada elə ki dostlarımıza kaynak göndərdik. Amma bu birliklə sözləşmə imzaladı yəni ki sözləşmə qurdu, dedi ki bizə kömək eləyin, yəni bu dedi. Bizə kömək eləyin bu birliyi bitirək. Yəni burada da birinci birlikdir. Bir nömrə birlik, birinci yer düzdür. Bu baxın burada olan başqa bir adam, buradakı olan başqa birliyə, birinci yer birliyə dedi ki mən bütün qaynaqlarımı yəni sizin liderə verirəm. Yəni lider də yəni hamıya bərabər şəkildə paylayar. Yəni çox qaynaq var idi. Elə ki hər qaynaqdan 50 milyar qaynaq var idi bunun. Aha, bu hamısını göndərdi bura. Özündə qaynaq qalmadı. Mən gəldim buradan 600 qutanın hamısını çıxartdım. 200, 200, 200 çıxartdım. Daha doğrusu 200, 100 və 100 çıxartdım. 4 quta çıxdım. Əvvəllər mən 25 səviyyə idim. Birlik kaləsi yox. Bələdiyyə binası. Gəldim 4 qutayla bunu sıfırladım. Yəni kaynağı çox qalmamışdı. Sıfırladım bunu. Məndə də çox itkiler oldu. 100k itkim getdi. Qaldım 500k. Yəni mənim də kaynağım qurtarmışdı. Hamıya dağıtmışdım buralarda birlikləri. Yəni bu dediyim kimi buradakı birlik və bu tərəfdən gələn birlik onları yox eləmişlər. Nə ki bizim birlik. Bizim birliyə gələn köməkçilər, yəni buradan gələn kömək ora getmişdi. 3 tərəfdən elə ki onları da kuşatmışdıq biz də. Onlar da bitmişdi. Yəni o birisi 3 kale bitmişdi. Amma biz buradan da bunları da bitirməyə gələndə bunlardan
10 nəfər, 10 nəfər gəldilər. Yəni bunlardan yox, bu birliyə, bunun birliyinə. İndi yəni burada birlik karesi yoxdur. Amma yəni şeydən elə ki buradan da bayrağı atmışlar. Yəni tamamlamışlar. Amma yəni əvvəlki krallıqdır. Məsələn bu indi mənim savaşdığım adamsa bunun birliyinə 10 nəfər dəstək gəlmişdi. Hərəsinin gücü 127 milyon. Hər güc 127 milyon. Demək olar ki 400 milyonluq bir güc gəlmişdi bunlara. Onun üçün də biz də kömək istədik bunlardan. Amma bunlar bizə kömək eləmədi. Mən dedim ki bütün qaynağımı verərəm, bizə kömək eləyin. Onlara da kömək eləmişsiniz, amma kömək eləmədilər. Bunu da kəsimə, neysə yox. Aha. Bizə kömək eləmədilər, onlara elədilər. Onun üçün də biz birlik savaşın kaybettik. Yəni uduzduq. Çox böyük itkilərimiz oldu bizim də. Yəni belə də. İndi isə gəldik barbar kəsiminə. Aha. 6 səviyyə barbarları kəsirik. Ya da barbarsa kəsməmlər. Bu şey elə ki burada kaynaqlar yəqin ki bəs olar. Bizə hızlandırma lazım imiş. Həqiqi bizə hızlandırma lazım idi. Aha, indi biz nə etməliydik? Gücümüzü 200K'ya yüksəltməliydik. 200K olduğumuz kimi onu şey deyəcəyik. Yəni 195K'ya indi. Mən bunlara çox da T2 biraz çox qaynaq istəyir. Ona görə mən bunu yüksəltməyəcəm. Sadəcə bunları. Ya da bunu da belə qoyaq. Yox, bunu da qoya bilirik. Məsələn, indi isə okçuluq yanında, mühəndislik yanında, yəni kuşatma belə eləyək. Sadəcə bunu basaq ki 200K'ya tez ulaşır, həm də az qaynaq və az bir hızlandırma istəyir. Yəni rahatıq kəsirik. İndi birazdan da hızlandırma dəstəyi gəldi. 10 dənə 5 dəqiqəlik. Aha, yəni biz bunu 200K eləyərik. Çox çətin bir şey deyil. Amma qaynaq məsələsi var biraz. Onun üçün qorxuram ki aha, bəli. Hızlandırmamız bitdi. İnşallah bunu olacaq deyəsən. Olur. Olsun. Olur. Bir dəqiqəsi qalır. Ayda buradan da ala bilsək çox əla olar qaynaq. Mən bir daha taxta lazım. Əla. Əla bomba kimi. Bomba kimi getdik. Eləyək. İnşallah. Gəldi. Vallahi da gəldi. Billahi da gəldi. Nə olar? Gəlsin də. Ayda əlim nəyi getdi. İndi nə var bilərik ki biz başqa araşdırma edə bilərik. Bir saat 8 dəqiqə verək də bilək. Ondan sonra 1 saat 8 dəqiqədə bunu 1 saat 21 dəqiqədə bunu əla, yəni eləyərik, inşallah eləyərik ki yaxşı gəlişə bilək. Çünki bunu eləyənməsək gəlişimiz bir 20 dəqiqəlik durar. Amma ayda mən bunu elədiyim yerdə elə göndərsəydim birliklərimi mən göndərim taxta toplamağa. Bu da yaxınlarda. Əla. Əla. Əla 242K gələcək. Buradan da gəldi. Qaynağımız da biraz var imiş. Var imiş.
Bunlar da açaq inşallah. Gələr taxta gəlir. Taxta. Birazdan taxta. Aa gəldi. Əla. 30.000 taxta gəldi. 30.000. Əla. İndi burada işləyə bilərik. Son 2 kacız. İnşallah birində. Ay da bu taxta dərdi nə var da? Aa bu bir tərəfdən nə edə bilər aslında. Oya bura lap çoxdur ya. Biraz taxta gəlib bəlkə olar. Aa biz güç kasarkən yine bu 4'ün də yükseldə bilirik. Bizə lazımdır 600 hamısından 600k. Bir daşdan 450, 600 və 600. Bundan da 600 aldım. Amma onun gələcək deyil. Aha inşallah normal bir şey. Ayda. Hızlandırmamız da kalmıyor. Aa biz hızlandırma demişken biz buradan yardımlarla eləyə bilərik. Aa yardım için de başka bir şey seçmeli. Ondan sonra ben burada kalıcıydım. Yani keçsiz değildim de yani. Evet sen ağla. İndi buradan bir iki tane yardım ala. Olmasın. Aha elədik. Gönderdiği yardım göre tez gələcək. Ay yok yemin. Yani normal bir birlik tapabilir miyim ki? Əla bomba kimi deyəsən bura yaxşı birlikdir. İnşallah tez atmazlar. Tez bir iki dənə yükseltməni eləyək. Şimdi buradan girek diyersen burada savaş çıkıp aya bunlarda savaş çıkıyor. Allah'ta savaş çıkıyor bunlarda. Aya bunların bitiripler ya. Allah'ım ya Rabbim. Elimdeydi girdi toz koparan İskender'e. Neyse. İndi ne yemeliyik? Ne yemeliyik? Görelim buradan. Aha. Allah. İndi ne yemeliyik? İndi buradan güç toplamaya çalışırıq. Çoxlu yardım gəlmir. Yani normal bir yardım görünmür. Ayda gözlüye öldüm la. Hemen bir seviye var. Aha 3 seviye. Ay görəsən bundan güc çox gəlir. Hızlandırma da yok.
Ayda mən bura vurduğumuzdan normal elə güc yükseltməyə vurardım da. 1547 güc qalıb. 200 minə. Ne kadar ha? Ay bir şey yükseltmek de olmuyor ya. Aa görürsen orta şey nesen olur. Toplama şey nesen olur. 15. Aa çağırak değil mi? Bunlar İranca konuşuyorlar. Konuşuyorlar ama. Sen millet sen şey yazacağım. Aha buradan da geldi. İnşallah normal bir şey. Allah. Allah deyəsən eləyə bilik. Ayda güc az gəlir. Güc çox az gəlir. Amma eləyək də güclüzdür. Ondan səsində bura vursaq. Bu kurtarmadı. Vururam bir saatdir. Öldüm etay burada. Vururam neyini. Sonrası okçuya vurak yani. Aha. İnşallah bundan çok güç gelir. Niye hemen? Ayda 499 güc qalıb. Ayda. Neyə bilərik? Başqa neyə bilərik? Başqa. 11 dəqiqə. Aha bu nəsə 17 dəqiqə. Ayda. Ay biz ne var? Aslında buradan yakında olanları biraz incelesek. Pis olur. Yaxşı mı? Bilir senin anasını. Aha ne kişiler şey oldu. Aha indi geldi. Geldik. Aha inşallah bak. İnşallah normal bir şey gelir. Aha 20 elmas. 20 elmas geldi. Şurayı neyin yaptılar ya bundan? Ayda 500'lükte bir şey yok. Ayda her şeyi yapmayı. Kaynak çok pis mesele diye Allah'ım olsun. Burada kaynak demiş ya. Buradaki bir de keşif atak gerek. O dəqiqədə savaş öskəsinə keçdik. Aha. Şəhərində baxmış. Aha. Ayda.
Ay bunun birimi niye bilinmir? Görürsən kaynak var. Bunu sıfırlayaq ne? Hə, bunu yine sıfırlayaq. Mən nağardım ha. Hamımız gelin. Gəlin geriyə gəlin. Mən nağardım. Yox, hemen bunu sıfırlayacağım. Hemen 7 çıxacağım mən 7. 7 1 çıxaq 7 1. Aha 7'de 1. Ava. İndi bunu sıfırlayırıq. Ayda gücümüz gələcək. Nasıl sıfırlama? Bu 200k olaq ondan sonra sıfırlayarıq. Olsa bir iki dəqiqə. Sağ olun dostlar, görüşərik. İndi bir dəqiqə açıram videonu, amma şey deyirəm ki, kəsiləcək, ondan sonra video tam gəlməyəcək.